Ölkəmizdə dövlət uşaq bağçalarının sayı niyə azdır? Nə düşünürsünüz bu barədə? Mən düşünürəm ki, ümumiyyətlə bu məktəbə qədər məsələ hər zaman gündəmdə olmalıdır. Yəni, hər gün bu məsələdən danışılmalıdır. Müsbət tərəfində, maarifləndirmə tərəfində insanlar cəlb olunmalıdır. Niyə azdır sualına gələndə, burada yəni, ümumiyyətlə bizdə miras qalan bir Sovet sistemindən bağçalar vardı və o bağçaların 400-də qədəri 5 il ərzində yox oldu. Yəni, bağçalar da yox olduqca əhalinin sayı artdı. Nəticədə bugün 10 uşaqdan 7-si bağçaya gedə bilmir. Gedə bilmir. Və bu yox olmanın səbəbi əlbəttə ki, burada özəlləşdirmə idi. Hansı ki, özəlləşdirmədə tələb qoyulmuşdu ki, yerində mütləq bağça açılmalıdır. Amma bəziləri bunu eləmədi təəssüf ki. Sonraki periyodda, indiki şeyə gələndə biz hardasa hal-hazırda bizim 1700 bağçamız var və bizim nə qədər uşağımız var? 650 minə yaxın uşağımız var. Məktəbə qədər təhsilə aid olan. Və bu uşaqlar, Allah'a şükür ki, bu uşaqlarımız var. Çünki Azərbaycanın bu gənc qalmasının səbəbidir. Yəni, uşaq sayı artmaqda davam edir. Bu yaxşı bir şeydir. Amma biz bunu qarşılaya bilmirik. Hal-hazırda bizim cəmi, yaxşı, əksin deyəcəm, biraz daha maraqlı olsun, 390 min uşaq heç bir xidmət ala bilmir. Və 390 min uşaq evlərdədir. Biz həmişə müsbət tərəfindən danışırıq. 250 min uşağı cəlb eləmişik. Amma heç kim onun əksini demir ki, yaxşı, bəs 390 min uşaq hardadır? Daha çox yəni, bəli, daha çoxu. Yəni, biz 37%-ni dövlət təmin edə bilib. Bunun bir hissəsi məktəblərin hesabına təmin olunub, məktəbə hazırlıq siniflərinin. Bir hissəsi alternativ layihələr vasitəsilə 25 minə yaxını icma əsaslı vasitəsilə təmin olunub. Bir hissəsi 110 mini məktəbə dövlət bağçalarının hesabına təmin olunub və özəl bağçalar burada payı çox azdır. Cəmi 5 min uşaq özəl bağçalara gedir. Yəni, görürsünüz və dövlət bağçalarının sayı 1700-dür. Özəl bağçaların sayı onun içərisində cəmi 157-dir. Və onun da qrup saylarına gələndə, yəni 157 bağça, yəni 100 uşaq götürsəydi, bu 15 minə yaxın eləyirdi. Amma onu da götürmür də, yəni götürə bilmir, çünki onlar da kapasitəsi azdır. Yəni 50 uşaqlıqdır, 40 uşaqlıqdır, 60 uşaqlıqdır, onlar da böyüyə bilmirlər. Tutumları çox deyil. Tutumları çox deyil, böyüyə bilmirlər. Böyüyə bilməməklərinin səbəbində isə başqa məqamlar var. Burada bürokratiya var, birinci, ən mane olan tərəfdir. Təhsil Nazirinin özünün bürokratiya, yaratdığı bürokratiya var. İkinci məsələ, lisenziya prosesi var. Hansı ki, Təhsil Nazirliyinin də tabi olduğu normativ var. Hətta Təhsil Naziri özü belə bağçanı həmin normativə görə açır. Yəni, özü bağça aça bilmir. Gedməlidir mütləq o normativə sökəmə. O normativ isə 1986-cı ildə qəbul olunmuş Sovet Qosstroyun 49-86 nömrəli normaları əsasında qurulub. Təsəvvür edirsiniz, biz bütün Sovetdən hər yükümüzü atmağa çalışırıq. Amma təhsilimizin yanında durub bu normativ... Birinci mərhələsi ata bilməmiş. O zaman biz bu qənaətə gəlirik ki, müstəqillik illərinə, müxtəlif sahələrdə dəyişikliklər olsa da, biz hələ ki üzümüzü məktəbə qədər təhsilə çevirməmişik. Çevirməmişik və hal-hazırda da 86-cı ildə qəbul olunmuş sənədlə işləyirik. Çevirmə niyyətimiz də yoxdur. Yəni, niyyətimiz olsaydı, birinci bizim niyyətimiz oradan qaynaqlanar ki, o normativi dəyişək.